İranda bir neçə nəfər ictimai-siyasi xadim həbs edilib. APA İran mediasına isnadən xəbər verir ki, sözügedən şəxslər milli birliyi hədəfə almaq, ölkənin siyasi-ictimai nizamını pozmaq, konstitusiyaya zidd mövqe tutmaq, düşmən təbliğatı ilə eyni xətti tutmaq, düşmən qarşısında təslim olmağı təbliğ etmək və digər ittihamlarla üzləşiblər. Onların arasında İslahat Cəbhəsinin və Millətin Birliyi Partiyasının sədri Azər Mənsuri, keçmiş parlamentari İbrahim Əsxərzadə, sabiq diplomat Mohsen Əminzadə və İslahat Cəbhəsinin mətbuat katibi Cavad Eman var. Onların saxlanılması məhkəmə qərarı əsasında olub və yaşadıkları ünvanda təhlükəsizlik qüvvələri tərəfindən həbs olunublar. Onların fəaliyyəti ilə bağlı araşdırma aparılır. Bundan başqa, həbs edilən şəxslər əfv siyahısına daxil edilməyəcək. Bu barədə İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Ejeyi açıqlama verib. Göstəriş vermişəm ki, təhlükəsizlik məsələləri ilə əlaqəsi olan məhkumlar əfv siyahısından çıxarılsın. Son ixtişaşlarda ittiham olunan məhkumlar da əfv siyahısına daxil edilməyəcəklər, deyə Ejeyi bildirib.